Sabahınız xeyirli olsun değerli izləyicilərimiz, həmkarlar, iqtisadçılar, traderlər. Bugün nələri baş verəcək Beynəlxalq Maliyyə Birjasında ardına siz pul olarak YouTube kanalında Qafar İmamverdiyev yazın və orada ətraflı məlumat toplaya bilərsiniz. Biz Facebook'da, Instagram'da yəni qısa bir məlumatda, yəni bir dəqiqəlik qalan full versiyası isə YouTube kanalından baxa bilərsiniz. Gəlin biz keçək Beynəlxalq Maliyyə Birjasında nələr baş verdi bugün səhər saatlarında. Qızıl rekord səviyyəsinə yenidən yüksəlişə doğru qalxdı. Yəni səhər saatlarında az nə çox 48 dollarla bir yüksəlişlə yaddaşlara qaldı. Yəni bugün yenidən qalxacaq mı, qalxmayacaq mı? Yəni hal-hazırdakı vəziyyətə qədər, yəni saat 9-10'a işləyib, yəni 38 dollar, 37 dollar korreksiya verib aşağı. Yəni alış əməliyyatları təbii ki gəlsə biz onu VIP kanalında birbaşa uşaqlarla bunu müzakirə edərik. Funtun dolar rəqabətində biz dünən 1.29400'lərdən bay əməliyyatlarını nəzər çatdırır və bu nə az nə çox 840 pip yuxarı doğru, yəni 84 pip yəni yuxarı doğru istiqamətinə davam etdirdi. Mükəmməl bir nəticədir və bugün nələr baş verəcək? Bugün funtun dolar rəqabətinin gündəlimi isə 879 pipsdir və dünən ümumi olaraq 1250 pips yuxarı doğru istiqamətinə davam etdirdi. Yəni biz qısa bir məlumatlar veririk. Ətraflı isə yaxınlaşın, biz sizə mükəmməl dərəcədə bunu öyrədək. Belə bay əməliyyatları üçün biraz tərəddüd edək, qalxa bilər bundan sonra. Yeni maksimumdan az bir miqdarda qalxıb, yəni divergensiyada başa korreksiyalar verə bilər. Yəni sürətli enişlərə hələ ki yol açmır. Yəni satış əməliyyatları hazırki vəziyyətdə 1.30-400'lərdən gələ bilər. Keçək Euro dolar rəqabətinə. Gündəlik hissə 858 pipsdir. Dünən bizim dediyimiz nöqtə 1.08-100'lərdən yuxarıdan bay əməliyyatları nə az nə çox 1150 pip yuxarı doğru istiqamətə davam etdirdi. Mükəmməl bir nəticə verdi və ümumi olaraq 1450 pips qalxmışdı dünən. Bugün yenidən Euro dolar rəqabətə, funtun dolar rəqabətə yuxarı doğru missiyalar tamamlanıb, qalxsa az bir miqdarda yeni bir maksimum vurub aşağı doğru istiqamətə davam edir. Yəni korreksiya verəcək. Satışlar 1.09'lardan gələcək. Keçək biz qızıla. Qızıl səhər saatlarında yeni bir maksimum imza atdı və səhər saatlarında 48 dollar yuxarı doğru istiqamətə davam etdirdi. Hazırki vəziyyətə qədər saat deyək ki 10'a işləyib 24 dəqiqə və 38 dollar korreksiya verib. Yəni bu bizim gördüyünüz kimi yenidən bizim Magic platformamız fəaliyyətdədir və hansı nöqtələri qalxacaq inəcəyi və bizə proqnoz verir, göstərir. Belə və bugün hansı nöqtələrdə alış əməliyyatları, yəni alış əməliyyatları artıq satış əməliyyatları gəlib və hədəflər aşağıdakı hədəflər, yəni satış əməliyyatları 3141'lərdən gəldi və aşağı doğru istiqamətlə davam edir. Aşağıdakı hədəflər var və həmin hədəflərə tərəf gedir. Biz bunu müəyyən etmişik. Yəni hara qədər take profit qoymaq fikrinə gəldisə, gəlmək istəyirsinizsə yaxınlaşın, müraciət edin. Yəni biz sizə take profitlərini hara qoymağa, stop losslarını hara qoymağa lazım olduğunu öyrədək. Alışlar bundan əvvəlkilər 3151'də idisə, indi artıq alışlar biraz yəni endi aşağı hardasa deyək ki 3145'lər, 48'lər ola bilər. Yəni bunu günün ikinci yarısından sonra bəlli olacaq. Keçək biz neftə, crude oil dünən akşam gələn xəbərlərdən sonra kəskin crude oil future spotlar kəskin dəyər itirdi. Yəni 3 dollara qədər dəyər itirdi və gap yarandı. Gap'i bugün bağlayacaq, bağlamayacaq sonuna gəldə isə təbii ki yuxarıdakı ikinci dəstək işamından sonra alışlara yol açar bilər. Və digər cütlər Bitcoin'e baxanda isə Bitcoin'də dünənki xəbərlərdə sürətlə 88.000 anidən 88.500'lərə qalxdı və oradan dəyərli bugün səhər saatlarına qədər 82'ye qədər indi. Təbii ki yenidən yüksəlişə doğru çalışacaq. Və digər cütlər Türk lirəsi yəni zəifləyir, vəziyyət çox ağırdır. Hələ ki 38'lərdədir. Digər USD frankda, USD Yapon yenində bunlar downtrend'e imza attılar. Çünki Euro dolar funt dolar yuxarı doğru istiqamət davam edir. Nasdaq S&P Dow Jones bayraq yarıldı 4 saatda qalxmaq istəyirdi. Yəni qalxdı da, amma xəbərlər isə Amerikada gələn xəbərlər isə sürətlə onları aşağı doğru istiqamətə düşməsinə vadar etdi, məcbur etdi və bugün təbii ki yuxarı korreksiyalara imza atacaq. Belə əzizlərim, özünüzə yaxşı baxın. Görüşmək ümidi ilə sağ olun.